8 və 7-ci siniflər, həmçinin onların valideynləri, zəhmət olmasa videoda deyəcəklərimə diqqətlə qulaq asın. Birinci növbədə videonun sonuna kimi izləyin, itirəcəyiniz bir şey yoxdur. Ondan sonra əmin olacaqsınız ki, övladınız qarşıdakı illərdə nə edə bilər, nəyi hansı formada hazırlaşsa, uğur əldə edə bilər. Birinci növbədə dəyərli valideyn. Biz uşaqları, yəni adətən ənənəyə uyğun olaraq indiyə kimi gördüyümüz imtahanlara əsasən sentyabrdan, avqustdan qoyuruq hazırlığa və 6 ay ərzində bu uşaq hazırlaşır. Yəni 5, 6, 7, 8 4 sinif və Azərbaycan dilində, həmçinin digər fənlərdə bu 4 sinif ən çətin. 80% bu 4 sinifin içindədir. Geri qalan bir dənə 9-dan əvvəl heç nə yoxdur. Mövzular heç nə yoxdur orada. İndi məsələ burasında ki, ən ağır mövzular ki, orada isim var, feil var. Ən ağır mövzulara uşağa deyirik ki, 6 ayın içində öyrən. 6-7 ay hazırlaşan uşaq 4-5 ildə oxumur da. Elə belə məktəbə gedir, gəlir, məktəb dərslərinə nə öyrənibsə odur. Bu yazıq uşaq da gedib yığır 130 bal. Ondan sonra yapışır yaxasına. Yox, sən 130 ballıq uşaqsan. Mən səni nə hazırlaşdırıram ki? Biz o uşaqlara şans verməliyik ki, onlar 6-7 aya görə qərar verməsin. İndi sizin övladınız hal-hazırda 8-də oxuyur və yaxud da 7-də oxuyur. Siz mənim sizə məsləhətim budur ki, bizim may ayında inşallah yay qruplarımız olacaq. Və bu yay qrupları 3 aylıqdır. 3 aya proqramın hardasa 50%-ni keçəcək. Yəni yaxşı bir baza yaranacaq o uşaqlar. 50% təsəvvür eləyin. Proqramın 50%-ni 3 aya keçirik. Sentyabrdan sonra daha bu uşağı istəyirsən evdə hazırlaşdır, istəyirsən onlayn hazırlaşdır. Nə edirsən elə də. Yəni da problem olmayacaq o uşaqlar üçün. Və 3 ayın içində o uşaqda yaxşı baza yaranacaq. Biri var, bazası olan uşağı hazırlaşdırasan rahat bir şəkildə. Yəni biri var ki, hər gün aktiv, qaçan bir adam dursun, idmana başlasın. Biri var bütün günü yeyib yatan adama, yəni çəki alıb 120 kilo. Bu adama denən ki, dur futbol oynayıb qaçacaq. Bu yetim nə vaxtda öyrənəcək bunu? Sən birinci hələ onu arıqlatmalısan. Yəni onda bir baza formalaşdırmalısan, ondan sonra onu idmana qoymalısan. Bu uşaqlarda da baza sönüb, çöküb, ismin yiyəli ilə təsiri yanında adlı halın fərqini bu uşaq bilmir. İnan ismin halını belə tanımayan uşaqlar çıxır qarşımıza. Ona görə biz bu uşaqlarda yaxşı bir bazanı formalaşdırmalıyıq. Ondan sonra bu uşaq qoy 6 ayda hazırlaşsın. Hə, buna uyğun qərar ver. Bu olacaq ədalətli qərar. Amma belə halda biz o uşaqlara qarşı biraz haqsızlıq eləmiş oluruq da. Yəni çünki oxumayıb, birdən-birə qoymuşuq, deyirik hə sən yığa bilmədin. Heç vaxt imtahan görməyib, heç vaxt sınaq, OTK sınağından da nə olacaq ki? Birdən-birə o uşağa artıq düzgün qərar verə bilmirik. Yəni ola bilər doğrudan da o uşağın içində bir şir yatıb, biz o şiri elədik heç nə, pişik balası. O şiri öldürdük, saldıq qəfəsə çıxdı getdi. Düzdür? Ona görə biz həmin şagirdlərə şans verməliyik. Bizim sizlərə dəstək üçün qiymətə münasibətli 40 manat onlaynda, yəni biraz yuxarı təbii ki, əyana uyğun olaraq. Əyana ünvanımız 20 yanvardadır. Onlayn olaraq da 40 manatdır. Bakıda yaşayırsan, yay gedib dincəlmək istəyirsən rayonda, get dincəl. Dərsimiz onun axşam saatlarında 9-da 10-dadır. Axşam 9-da 10 uşaq yeni rayonda oturub telefon oynayacaq. Ya yayda dərs yox filan şey. Axşam saatlarında həftədə 2-3 dəfə Azərbaycan riyaziyyat ingilis dili. Hər 3 fənn üzrə qoşulmaq mümkündür. Qoşulmaq üçün 055 597 0151 nömrəmizi yazırsınız. Bu qədər. Sağ olun.